başladı yenə. İşıqlar yanır səhnədə. Dünya TV bizimlə. Bu gecə söz evində. Xanımlar, cənablar, əsl şou başlayır. Verilişin aparıcısı Elvin Qudrətov. Gülüş dolu bu məkan, rəng qatır hər anan. Söz deyir ürəkdən o, Elvin aparır meydan. Alqış səsi dalğadır, studiyada bayram var. Səhnəyə kim çıxsa da, burada ulduz doğurlar. Əsl şou, Dünya TV bir nömrə şou. Elvin deyir başlayaq, coşur hər kəs dolursa. Necədir? Mahnıda da dediyi kimi Elvin deyir başlayaq və biz artıq başladıq. Həftənin 3-cü günüdür və biz canlı yayımla sizlərin qarşınızdayıq. Əsl şou proqramına baxırsınız. Axşamınız xeyir olsun. Bir dənə mahnı. Sürpriz dolu hər anı, bitməz bunun həyəcanı. Qonaqlar gəlir bir-bir. Bu gün də maraqlı qonaqlarımız var. Maraqlı söz-söhbətlərimiz olacaq. Söhbətlər edəcəyik, maraqlı ifalara qulaq asacağıq. Gözəl insanlarla bugün bir səhnəni bölüşəcəyik. Ümidvaram ki, siz də 2 saat yorulmadan bizə baxacaqsınız. İstirahət edəcəksiniz və, necə deyim, musiqilərdən zövq alacaqsınız. Dediyim kimi, axşam saat 19:00-dır və biz əsl şou ilə sizlərin qarşınızdayıq. Ekranda bizim əlaqə nömrəmizi görürsünüz. Ora WhatsApp vasitəsilə öz ürək sözlərinizi yaza bilərsiniz. Hətta mən istəyirəm belə bir rubrika da etmək istəyirəm ki, əsl şouya baxarkən selfie edib bu WhatsApp nömrəsinə göndərsəniz, biz onları efirdə yayımlayacağıq. Dediyim kimi, bugün də gözəl insanlarla, sənətkarlıqdan əlavə olaraq gözəl insanlarla bugün bir səhnəni bölüşəcəyik. Əsl şou heç yerə getməyib, buradadır. Mən aparıcınız Elvin, sizlərin qarşınızdayım. Və bir daha... Buradan da kamera arxası əməkdaşlarımıza təşəkkür edirəm. Gözəl sürprizlər edirlər. Və əziz tamaşaçılar, mən bilirəm ki, siz artıq gözəl musiqilərdən zövq almağa hazırsınız. Vaxtı uzatmadan elə istəyirəm ki, ilk qonağımızı sizlərə təqdim edim, dəvət edim. Bu xanım bir dəfə də bizim efirdə qonaq olub. Gözəl insandır, gözəl xanımdır. O qədər yüksək mədəniyyətə sahib bir insandır ki, ondan danışmaqla bitməz. Və istəyirəm ki, dəvət edim, gəlsin əziz tamaşaçılar, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, gözəl xanəndəmiz, gözəl müğənnimiz Fəridə xanım Mirişova öz ifası ilə. Sensiz yollarda kalıp gözlerim, intizardayım yar gel gel. Ehdi unutma, görüş yeri tek, ilk bahardayım yar gel gel. Sensiz yollarda kalıp gözlerim, intizardayım yar gel gel. Ehdi unutma, görüş yeri tek, ilk bahardayım yar gel gel. Fadarım benim, ilk baharım benim. Eşkinde görmüşem saadeti
gel gel. Mənim həyatım, mənim ümidim, şirin yuxumsan yar gel gel. Yorğun dəniz tək, nurlu gündüz tək, incə duyğumsan yar gel gel. Mənim həyatım, mənim ümidim, şirin yuxumsan yar gel gel. Vəfadarım mənim, ilk baharım mənim, eşqində görmüşəm səadətimi. Məndən dönsən əgər, ayım, günəşim söner, könül verdim qoru məhəbbətimi. Vəfadarım mənim, ilk baharım mənim, eşqində görmüşəm səadətimi. Məndən dönsən əgər, ayım, günəşim söner, könül verdim qoru məhəbbətimi. Könül verdim qoru məhəbbətimi. Təşəkkür edirəm. Axşamınız xeyir olsun. Teşekkür ederim. Çok sağ olun. Sizin de akşamınız hayır olsun ve bizi ekran karşısında izleyen tamaşaçılarımızın da akşamı hayır olsun. Minnətdaram. Buyurun keçin əyləşin. Çox Təşəkkür edirəm. yormayaq sizi. Mən sizi efirə dəvət edəndə yadınızdadırsa dedim ki, sizdən az saydadır. Sizin Teşekkür kimi ederim. Çok sağ sənətçilərdən, olun. müğənnilərdən, sənətkarlardan, insanlardan belə deyim, az saydadır. Çox təşəkkür edirəm bu gün Ben teşekkür gəldiyiniz ederim üçün. davetiniz için. Çok sağ olun. Bu mahnı həddindən artıq sevilən musiqidir, amma mən deyərdim ki, sizin ifanızda mən buna xüsusi heyranlıq duyuram bu musiqiyə. Bu musiqi əlbəttə bizim retro mahnılarımızdandır. Bilirsiniz ki, klassik ifaçılarımız bu mahnını oxuyub, ən çox da Elmira xanım Rəhimovanın ifasında demək olar ki, möhrünü qoyub. Mənim də qaynağım, necə deyərlər, o klassik xanədəlik məktəbindən gəldiyi üçün görünür, ona görə məndə də uğurla alınıb. Çünki mən özüm də o böyük sənətkarlardan dərs almışam. Tükezvan xanım İsmailova kimi Karifey bizim xanəndəmiz mənim ilk müəllimim olub, uşaq vaxtı mənə dərs deyib. Və onun qoyduğu o özül istər-istəməz oxu üslubunda özünü büruzə verir. Siz bu gün mütləqdir. özünüz də pedaqoji fəaliyyətlə məşğulsunuz. Bəli, mən artıq illərlədir ki, hətta 10 illərlədir ki, muğamdan dərs deyirəm musiqi məktəbində. Eyni zamanda təkcə dərs deməklə kifayətlənmirəm. Eyni zamanda bu sənətin həm də elmi ilə məşğulam. Mən doktorantura təhsilimi Türkiyədə, İstanbul Universitetində bitirmişəm və Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda musiqi folkloru şöbəsində çalışıram artıq illərlədir. Maşallah. Siz ötən efirdə demişdiniz ki, mənim bir tələbəm var xaricdə, ölkə hüdudlarından kənarda yaşayır. Hansı ölkə demişdiniz, onu unutdum. Lara idi, səhv eləmirəmsə. Bəli, Layla mənim İsraildəki tələbəmdir, amma Layla kimi mənim
Layla, Demək, hə, Layla. Layla da adı, amma bizdə Leyla deyilir. Amma onlar Layla deyir. Bəli, o mənim çox sevimli tələbələrimdəndir. İsraildə yaşayır və Layla kimi bir neçə tələbəm var ki, ölkə xaricində yaşayırlar. Onlayn dərs vasitəsilə dərs keçirsiniz. Bəli, onlayn vasitəsilə dərs keçirəm. Amma bilirsiniz, dərsin ümumiyyətlə bir sənətin və pedaqoji fəaliyyətin metodologiyasını biləndə artıq fərq eləmir. Sən onlayn dərs keçirsən, yaxud da canlı dərs keçirsən. Ünsiyyətimiz çox gözəl alınır tələbələrlə. Şükürlər olsun. Biz sizinlə söhbətimizə davam edəcəyik. Amma əziz tamaşaçılar, daha bir qonağımız var. Yeni Ulduz 6 yarışmasından onu tanıyırsınız. Mən özüm də tanıyıram onu. Yeni Ulduz 6 yarışmasının üçüncüsü oldu. Sonra bir müddət sonra, belə deyim, Azərbaycandan köçdü, getdi, musiqiyə ara verdi. Və amma onun elə bir mahnısı var ki, o fasilə versə belə, uzun illər efirlərə çıxmasa belə o mahnısı onun, belə deyim, vizit kartıdır və daim yaddaşlarda qalacaq ki, bu mahnını indi dəvət edəcəyim şəxs oxuyub və bundan sonraki işlərində də görək nə yeniliklər var, nə uğurlar var. Bunların hamısını danışacağıq. Dəvət edim gəlsin öz ifası ilə bugünkü verilişimizə Amil Qocayev. Bilmədim, səhv eylədim. Mən səni sevirəm dedim. Neylədin, bizə neylədin? Qədrini niyə bilmədin? Daha yoxdur sonu, o hara mən ara. Aramızdakılar çəkilin kənara. Məsələm, məsələm, bu mənim məsələm. Qalaram, gedərəm, barışıb küsərəm. Kəsərəm yolunu, ya da get deyərəm. O mənimdir axı, mən özüm bilərəm. Məsələm, məsələm, bu mənim məsələm. Qalaram, gedərəm, barışıb küsərəm. Kəsərəm yolunu, ya da get deyərəm. O mənimdir axı, başına dönərəm. Neylədin, bizə neylədin? Qədrini niyə bilmədin? Daha yoxdur sonu, o hara mən ara. Aramızdakılar çəkilin kənara. Məsələm, məsələm, bu mənim məsələm. Qalaram, gedərəm, barışıb küsərəm. Kəsərəm yolunu, ya da get deyərəm. O mənimdir axı, mən özüm bilərəm. Məsələm, məsələm, bu mənim məsələm. Qalaram, gedərəm, barışıb küsərəm. Kəsərəm yolunu, ya da get deyərəm. O mənimdir axı, başına dönərəm. Məsələm, məsələm, bu mənim məsələm. Qalaram, gedərəm, barışıb küsərəm. Kəsərəm yolunu, ya da get deyərəm. O mənimdir axı, mən özüm bilərəm. Məsələm, məsələm, bu mənim məsələm. Qalaram, gedərəm, barışıb küsərəm. Kəsərəm yolunu, ya da get deyərəm. O mənimdir axı, başına dönərəm. Xoş gəldiniz. Hoş gördük. Necəsiniz? Gözəl efirinizdə Elvin qardaş. Minnətdaram. Çox xoş oldu. Nə var, nə yox, necəsiniz? Yenidir deyəsən. Ha, Xeyirli yeni olsun. sayılır, bəli. Yeni sayılır. Mən izləyirəm sizi. Möhtəşəm Minnətdaram. verilişdir. Siz ilk dəfədir amma buradasınız. İlk dəfədir bəli. Axarlı olsun inşallah. Təşəkkür edirəm. Necəsiz? Çox Keçin sağ olun. əyləşin. Mənim harda üçün də istəyirsiniz? xarlı olsun. Tez-tez gəlin. Hə deyir, sizin üçün deyirəm axarlı olsun. Bir daha salam. Doğrudur. Mən buraya keçim. Harda? Mən də onda burada zəhmət olmasa. Necəsiz, nə var, nə yox, işləriniz necə gedir? Bura rahat deyil. Bizim yaxşıdır. Hə, divanınız çox rahat. Rahatdır, maşallah olsun. Burada uzun müddət oturmaq olar.
Yorulma. Onsuz efirin müddəti 2 saatdır. 2 saat valla nə tər gəlir, necə keçir onu bilmirəm. Amma bir dəfə 2 saatlıq verilişdə burada yenə olmuşam. Bəli. Çox tez keçir də, yəni həqiqətən çox maraqlı olduğu üçün. Bu arada qonağınızı da salamlayıram, xoş gəlmisiniz. Mən belə deyim, sizin səhnədəki hərəkətlərinizə, rəqsinizə baxırdım. Həqiqətən bu estrada popstar deyilir. Popstar. Pop musiqisi ilə məşğul olana nə deyirlər? Mikrofona desəz. Yəni estradnik. Yəni elə deyim, elə bir müğənnilər var ki, çıxır sadəcə mahnını tərpənmədən oxuyur. Amma siz hərəkətlər, rəqslər mahnıya da gözəllik verir, səhnəyə də gözəllik verir. İndi bir söz deyim, təşəkkür edirəm düzgün analiz etdiyiniz üçün. Elvin, mən belə deyim, Elvin deyə bilərəm də. Bəli. Hə. Yəni məsələ nədir? Məsələ sosial mediada video paylaşıram, hərəkət edirəm və nə qədər artıq hər şey yazanlar var ki, bu deyir, niyə deyir, əzilib büzülür. Neynirəm, neynəsiyəm ki, rəqs edirəm də. Yəni salto vurmuram ki, yəni mahnı oxuyuram. Mən məsələn mahnısı tam həm pop, həm arabesk tarzında bir mahnıdır. Mən bunu nətər belə oxuya bilərəm? Məsələn, dümdüz mümkün deyil axı. Onda əlbəttə ki, hərəkət etməlisən, enerji qatmalısan. Məhz ona görə də bəzi insanlara tavsiyə edirəm ki, yorum yazanda diqqətli olsunlar. Ümumiyyətlə bu deyirsiniz ki, şərhlər yazırlar. O şərhlər sizə təsir eləyir yoxsa? Türkiyədə çox almışam, ona görə ola bilər. tavsiyə. O mövzuya da gələcəyik inşallah. Bəli, o mövzuya da gələk. O mövzuya da gələcəyik. Ümumiyyətlə bu yazılan şərhlər sizə təsir eləyir, yaxşı və ya pis? Heç təsir eləmir. Sadəcə o hansı fikirlə yazır onu başa düşə bilmirəm. Yəni hansı dünyaya, hansı həyata qulluq edən insanlardır, onu başa düşə bilmirəm. Bəzi insanlar deyirəm ki, niyə o sözü yazmalıdır ora? Yəni mən də baxıram, məsələn sizə baxıram, xanıma baxıram, başqa dostlarıma baxıram. Ora indi o özü üçün bir dənə özü bir hərəkət edir. Mən ona niyə deyim ki, oradakı yazım özü tənqid, təhqir, yəni o düz gəlmir. Bəlkə bilə-bilə yazırlar. Ola bilər. Ola bilər. Bu bir sübut deyil ki, o kimsə yazdırtmır. O qədər sevməyənlər ki var məni, yəni dostların ətrafından, çevrəmdən. O ola bilər ki, elə mənim ətrafımda olan birisini tapşırır, o da götürür, yazır. Onu takip etmək mümkün deyil, çünki verifikasiya hələ tam olaraq orada pasport şeyindən, kontrolundan keçilmir də, bilirsiniz orada. Ona görə yəqin ki, olacaq o şeylər də bu yaxınlarda. Bəs elə qaydaq mövzuya Türkiyədə demişdiniz ki, mən Türkiyədə yaşamışam. Müsahibələrinizin birinə baxmışdım, orada demişdiniz ki, mən Azərbaycandan getdim Türkiyəyə. Türkiyədə tutuzdura bilmədim. Təzədən qayıtdım, gəldim Azərbaycana. Niyə alınmadı orada? Sizin bir çox kanallarda mən orada sizin müsahibənizi də görmüşəm. Bəli, mən orada TV8-ə qədər də çıxmışam. Ən yaxşı yerlərə çıxdım, ancaq qonşu kanal deyək. Qonşu kanal, qardaşların kanalı. Orada dünən bir verilişdə idim, adını çəkməyəcəm. Bax, orada da dediyim kimi məsələ nədir? Yəni, mən belə fikirləşirəm də, mahnının elə bil ki, bir sümüyə düşmə bir şey var da, sümüyə düşmə bir şey. İndi bax, bu mahnı, məsələ, siz bəyənə bilərsiniz, amma başqası heç bəyənməyə bilər də. Yəni, bunu, mən orada nə qədər mahnı çıxartdım, yəni Azərbaycan fikrimlə, öz düşüncəmlə türkün damarını tutanmadım. Bax, buna görə də tutuzdura bilmədim orada. Ancaq mən onların fikrindən getsəydim, orada mahnı da tutardı. Bir də bir söz deyim, yenə də istər-istəməz elə bir ki, biz ikinci kimiyik orada da, belə hiss edirəm. Yəni, istər-istəməz özününkilərə 2 addım gələndə bizə 1 addım gəlirlər. Bax, belə onu hiss etdirdi. Ola bilər ki, mənim hissim yanılır, yəni. Bax, bu da ola bilər. Bəs burada niyə alınmamışdı? Niyə fasilə vermişdiniz? Alınmışdı burada, sadəcə getdim. Niyə getdiniz? 2006-2010 illəri arasında, 2006-2010 illəri arasında, 2010-cu illəri arasında belə deyim də, o estradnikən şeyi çox zəif idi. Toyda pul qazanma fəaliyyəti zəif idi. Mən açıq deyirəm də, burada indi kim çıxırsa desin, mən təsdiqləyərəm onu. O vaxtları daha milli mahnılar daha çox. İndi estradaya artıq hər bir toy şənliyində yer var və dəstək də verirlər və tələb də var. İstəyirlər, dəvət edirlər. Ona görə mən həm çörəyimi də qazana bilirəm, dəvət edirlər. Bax, bunun üçün artıq öz zonamızdayım, yəni Gürcüstan. Öz ərazimizdə. Hə, öz ərazimizdə yəni. Əziz tamaşaçılar, biz sizinlə söhbətimizə qaldığımız yerdən davam edəcəyik, amma əsl şouda qısa bir reklam fasiləsinə ayrılırıq. Az sonra yenidən burada olacağıq.
vəfalı çıxdı. Yanıram halımdan dərd olanlara, həsrətin özündən vəfalı çıxdı. Hərdən inanmıram heç olanlara, həsrətin özündən vəfalı çıxdı. Yanıram halımdan dərd olanlara, həsrətin özündən vəfalı çıxdı. Həsrətin özündən vəfalı çıxdı. Yollarında aza-aza yoruldum, yuxuları yoza-yoza yoruldum, dərdlərimi yaza-yaza yoruldum. Həsrətin özündən vəfalı çıxdı. Yollarında aza-aza yoruldum, yuxuları yoza-yoza yoruldum, dərdlərimi yaza-yaza yoruldum. Həsrətin özündən vəfalı çıxdı. Başımı eğen değilim, bu qəmlə özümü öyən deyiləm. Bir daha qapını döyən deyiləm, həsrətin özündən vəfalı çıxdı. Bu qəmlə başımı eğen deyiləm, bu qəmlə özümü öyən deyiləm. Bir daha qapını döyən deyiləm, həsrətin özündən vəfalı çıxdı. Həsrətin özündən vəfalı çıxdı. Yollarında aza-aza yoruldum, yuxuları yoza-yoza yoruldum, dərdlərimi yaza-yaza yoruldum. Həsrətin özündən vəfalı çıxdı. Yollarında aza-aza yoruldum, yuxuları yoza-yoza yoruldum, dərdlərimi yaza-yaza yoruldum. Həsrətin özündən vəfalı çıxdı. Yoza yoruldum, dərdlərimi yaza-yaza yoruldum. Həsrətin özündən vəfalı çıxdı. Yollarında aza-aza yoruldum, yuxuları yoza-yoza yoruldum, dərdlərimi yaza-yaza yoruldum. Həsrətin özündən vəfalı çıxdı. Yollarında aza-aza yoruldum, yuxuları yoza-yoza yoruldum, dərdlərimi yaza-yaza yoruldum. Həsrətin özündən vəfalı çıxdı. Yollarında aza-aza yoruldum, yuxuları yoza-yoza yoruldum, dərdlərimi yaza-yaza yoruldum. Həsrətin özündən vəfalı çıxdı. Mahnının müəllifləri Novruz Aslan və Flora xanım Xəlilzadəyə də salamlarımı göndərirəm belə gözəl mahnı üçün. Çox təşəkkür eləyirəm. Biz təşəkkür edirik. Siz deyirsiniz yoruldum, amma biz qulaq asmaqdan yorulmadıq. Təşəkkürlər. Allah səsinizə qüvvət versin inşallah. Sağ olun. Fərdə xanım, sizə bir sualım var mənim. Bu düz o dövr demək sizin üçün, o yaş sözünü mən biraz sevmirəm. Amma sənətkarın yaşı olmur. O dövrlə bu dövrün tamaşaçısı arasında bir fərq nə görürsünüz siz? Mən biraz elə bir yaxşı oturmamışam. Yox, Belə yaxşıdır. oturmusunuz, hər şey qaydasındadır. Bu dövr deyəndə bilirsiniz, mənim uşaqlığım düşür
yaxın keçmişə? Yaxın keçmişə düşür, Sovetin o son illərinə düşür də, Sovet dövrünün son illərinə düşür. Və o zamanlar da indiki kimi söylədiniz ki, müsabiqələr keçirilib, onun qalibi yəqin ki, iştirakçısınız. O zamanlar da elə müsabiqələr var idi, amma o müsabiqələri dövlət keçirdirdi. Deməli, karifey, böyük sənətkarlarımız gedirdi rayonlara və oradan istedadlı uşaqları deməli yığırdılar, necə deyirdilər, gətirirdilər Bakı şəhərinə və buradakı musiqi məktəblərində oxudurdu dövlət onları. Və mən də o uşaqlardanam. Mən Respublika İncəsənət Gimnaziyasında təhsil almışam. Müəllimim Tükezvan xanım İsmailova, Azərbaycanın xalq artisti, karifey, görkəmli xanəndəmiz. Və sözsüz ki, o dövrün sənət insanları kimi tamaşaçıları da fərqli idi. Çünki baxın, indi meyarlar ümumiyyətlə tamamilə dəyişilib. Yəni o dövrlə bu dövrü heç müqayisə etməyə dəyməz. Çünki o dövrün dinləyicisi mənə elə gəlir ki, daha tələbkar idi və o dövrdə seçimlər var idi. Yəni mahnı seçimi necə tamaşaçıya bütün oxunan mahnıları təqdim etmək olmazdı. Yəni senzura var idi. Hər mahnını tamaşaçı qarşısında oxumaq, əsasən də efirdən söyləyirəm, oxumaq olmazdı. Şənliklərin, toyların ayrı mahnıları var idi. Səhnənin başqa mahnıları, efirin başqa mahnıları. Yəni ona görə də tamaşaçı buna hazır idi. Amma indi təəssüflər olsun ki, artıq yenə söylədiyim kimi o meyarlar ümumiyyətlə itib və təəssüflər də olsun ki, mahnılar artıq get-gedə bəzi mahnılar var ki, bayağılaşır və o bayağı mahnılarda çox təəssüflər olsun ki, efirlərə yol açır. Əlbəttə ki, bunun günahkarı da sənət insanlarıdır. Sənət bu efirdə, necə deyərlər, o təəssübkeşliyi üzərinə götürən efirlər və sənət insanları burada çox günahkardır, mən düşünürəm. Çünki tamaşaçıda heç bir günah yoxdur. Tamaşaçı ümumiyyətlə ona veriləni qəbul eləyir və tamaşaçının zövqü də əslində tamaşaçıdır, heç bir fərqi yoxdur. Misal üçün, bizə yadımdadır ki, mənim öz müəllimimlə söhbət eləyim. Müəllimimiz qətiyyən bizə bəzi mahnılar var idi ki, onları qadağan eləmişdi, qoymurdu oxumağa. Deyirdi ki, və yaxud da elə müğənnilər var idi ki, həmin müğənnilər sonradan düzdür, xalq artisti oldu, əməkdar artisti oldu, amma misal üçün bizə qoymurdular ki, o müğənnilərə qulaq asmağa. Deyirdilər ki, müəllimim deyirdi ki, onların boğazı səhvdir. Yəni, olmaz onlara qulaq asmaq və o mahnılara qulaq asmağa icazə vermirdilər. Çünki söyləyirdilər ki, o mahnıların mənşəyi Azərbaycan musiqisi deyil, gəlmədir. Amma təəssüflər olsun ki, artıq o gəlmə musiqilər demək olar ki, hər yeri zəbt elərik. Adamın ürəyindən keçir soruşmaq ki, onlar kimlər idilər? Yox, onlar kimlər idi söyləməyəcəm, amma yəni o dövrdə də var idi. Bəs bu, deyirsiniz ki, bayağı mahnılar filan və s. ilə sizə də bu sual ünvanlayıb. Bu, kimdən görüb götürüb o mahnıları ifa elədilər? Hardan bu təəssürat yarandı ki, bu mahnıları oxumaq yaxşı bir haldır? Əslində, mən söylədiyim kimi, o dövrdə də o mahnılar oxunurdu. Mən deyim ki, o dövrdə elə mahnılar yox idi. Var idi bayağı mahnılar. Sadəcə o mahnıları efirə buraxmırdılar və səhnəyə qoymurdular ki, o mahnılar ifa olunsun. O mahnılar yalnız toylarda ifa olunurdu. Yəni şənlənmək üçün, necə deyərlər, oynamaq üçün belə. Amma efirlərdə o mahnılar ümumiyyətlə icazə verilmirdi. Təəssüflər olsun ki, amma bu deyirsiniz ki, hardan qaynaqlandı? Qaynağı efirlərdən gəldi. Çünki efirlər artıq o mahnıları ki və o müğənniləri ki çıxarmağa başladılar. Çox təəssüf ki, o zaman meyarlar pozuldu. Təəssüf. Bəli, həddindən artıq da mən buna çox təəssüf edirəm. Mən çox istəyərəm ki, biz bilirsiniz, musiqi təkcə əyləncə deyil, musiqi bizim milli yaddaşımızdır və biz musiqini korladıqca milli yaddaşımıza xəyanət edirik. Ona görə mən çox istərdim ki, efirlərimiz buna fikir versinlər, yəni bizim özümüzün
Yəni bizə məxsus olan musiqiləri efirlərdə versinlər ki, qoy tamaşaçılarımız da ondan bəhrələnsin. Bilirsiniz, zövqü formalaşdırmaq lazımdır. Zövqü formalaşdırmaq üçün isə təqdim etmək lazımdır. Mən belə Bir söz düşünürəm. demək istəyirəm. Mən sizinlə tam razıyam, düzdür hamısı. Məsələn, musiqilər korlanır sözü var da, korlandı. Bu musiqilər, korlanan musiqilər niyə çox qulaq asılır? Məsələn, bu mənim birinci sualım budur. Artıq Azərbaycan musiqisi deyilən, təbii ki, var musiqilərimiz, bizim muğamımız var, bu bizim özümüzük. Məsələn, meyxanadır, bu bizim özümüzük. Aşıq Amma sənəti. aşıq sənəti bu bizim özümüzük. Amma indi bu saat gənclər var, hamısı məsələ oxuyurlar, məsələ təzə-təzə pop üstündə mahnılar oxuyurlar. Bunu sən Azərbaycan musiqisi deyə bilmərsən də, bu dünya səviyyəsində olan musiqidir. Biz sadəcə bu qədər kənara çıxa bilirik. Amma bu demək deyil ki, bu dünya səviyyəsində. O həmən sample'ları, həmən pluginləri, həmən şeyləri istifadə edirlər də. İstifadə edirik. Ancaq məsələ, mənə həmişə sual bu qalıb ki, məsələ, sosial mediada əvvəlki musiqilər də var. Amma indiki yaranan musiqilər də var, daha çox tələb görülür. Demək ki, o vaxtın musiqiləri sadəcə lap yaxşı, məsələ, ən yaxşısı demək deyil də. Yəni, indi də çox gözəl musiqilər çıxır, çox gözəl bəstəkarlarımız var. Yəni, demək ki, zövq söhbəti var burada. Yəni, bunun zamanla əlaqələndirmirəm mən. İndi sizcə bu dövrdə daha gözəl musiqilər çıxır, yoxsa o dövrdə? Əlbəttə ki, bu dövrdə mənə görə. İndi mənim korifeylərimiz var, mən onları çox sevirəm. Amma sənin bu dövrdəki olan işlərin o dövrdəkini bir yer yan-yana qoymaq olarmı? O dövrdəki olan bir avtomobillə, indiki avtomobildəki maşınla hansında da rahat gedirsən? Amma musiqilər indi də dinlənilir axı. Dinlənilir, bu bizim keçmişimizdir, kökümüzdür. O başqa bir şeydir. Sevərək dinlənilir. Sevərək dinlənilir. Siz dinləyirsiniz. Amma gedin bir gürcü görək dinləyirmi onu? Siz dinləyirsiniz? Mən dinləyirəm. Gürcü dinləyirmi? Rus dinləyirmi onu? Ukrayn dinləyirmi? Yox. Mən özümüzün, kökümüz, qanımızdır deyə o musiqiləri biz sevirik. O musiqi Azərbaycana xas olan köküdür, bizim ənənəmizdir. O başqa bir şey. Amma mən başqa bir şey dedim. Deyirəm ki, o vaxtdan bu vaxta kimi yaradıla biləcək hər bir şey bugünkü günü daha yaxşı olur. Bugünkü günü asfalt çəkilir, o da yaxşı olur. Yəni, başa düşdünüz nə demək istəyirəm? Bugünkü günü hər şey mənim üçün daha keyfiyyətlidir. Hər şey daha kalitəlidir. Ola bilərmi ki, bunun sosial şəbəkəsi var, indi belə deyim, daha əl çatandır hər şey. Yəni, mən bir söz deyim, indi o vaxtı bizim o vaxtki efirlərdə, yəni indi keçmişlərdən biz də YouTube-da baxırıq, hər şeyə baxırıq. Məsələ çıxırlar, rahat-rahat belə oxuyurdular, kostyum şalvarda belə. İndiki cavanlar onu istəmir. O istəyir ki, orada şou göstərilsin. Yəni, biz özümüzü hər şeydən ağıllı saymaq deyil. Avropaya, gəlin Amerikaya baxaq da, dünyanın qəlbi musiqi tərəfdən. Amerikada döyünür, Amerikada atır. Onlar bir şou göstərirlər, səhnəni silirlər, süpürürlər, nə bilim, partladırlar. Bunların gəlin 80-ci illərinə qayıdaq, 70-ci illərinə qayıdaq, 60-cı, keçmişlərinə qayıdaq. Keçmişləri də partladıblar, səhnədə bir şou göstəriblər. Ancaq belə durub oxumaq, mən heç gülməməliyəm, mən daha ağır təbiətli göstərtməliyəm, bu daha bizim ədət-ənənəmizdir demək, bu da doğru bir şey deyil. Mən rəqs etməliyəm, dans etməliyəm, şou da göstərtməliyəm, səs də göstərtməliyəm. Bunun hamısı bir araya cəmlənməlidir deyə düşünürəm. Amma mən düşünürəm ki, bu mahnıdan da asılıdır. Məsələn, siz dedinizsə, məsələni mən belə durub oxuya bilmərəm. Əlbəttə ki. Amma belə mahnılar var ki, onu da oynayaraq oxumaq olmaz axı. Bəs mən də onu deyirəm. Bilirsiniz, keyfiyyətli musiqinin şou göstərməyə heç bir adiyyəti yoxdur ki, mən musiqinin keyfiyyətindən danışıram. Əlbəttə, haqsızlıq olar ki, söyləsəm ki, bu günləri yaxşı musiqilər yoxdur. Ümumiyyətlə, mən sizə deyim ki, trend olmaq, populyar olmaq heç də sənət demək deyil. Bilirsiniz, sənət nə vaxt sənət olur? Sənət illərlə formalaşır. Yəni, illər lazımdır ki, biz bu musiqiyə sənət deyək. Amma bu günləri həm populyarlıq, həm trend olmaq, həm sənət göstərmək, yəni çox təəssüflər olsun ki, bu çox az bir, necə deyim, çox azdır. Trend olmaq, üzr istəyirəm, sözünüzü mən öz fikrimi bildirmək istəyirəm. Trend olmaq nə deməkdir? Yəni, trend Azərbaycanda bir 10 milyon əhali var. Gürcüstanda da bir 200 min, 250 min Azərbaycanlı var, yaşayır da. Genəldə bizə, musiqilərimizə kim baxır? Genəldə olaraq 99% bizim elə özümüzünkülər baxır da buna.
Yəni trend bu deməkdir. Məsələ deyək ki, YouTube-da trendə düşdü. Gəldi məsələ Ki onu da birinci ləğv oldu. Ya ediblər. bunu elə ləğv olunub açılır. Bunu da elə öz xalqımız baxır da. Onda belə çıxır ki, bizim xalqımızın fikrinə kütlə məsələ 99%, 98% onu trendə salır. Onun fikrinə biz onda sayğı göstərməməliyik. Belə çıxır. Yox, 2% biz köhnə fikirdə qalmışıq ki, bu əslində bu olmalı idi. Orada hərəkət var. Bu məsələ mən bundan bu şeylərlə sadəcə razı deyiləm. Amma məsələ bayaqlar çox sözünüzlə mən razıyam. Mən şey eləmirəm. Sizin fikirləriniz doğrudur. Ancaq fikir nədir? Deyirsiniz ki, məsələ onlar xalq artisti oldu. Onlar xalq artisti elə belə olmadı. Onları xalq seçdi, xalq sevdi, onlar xalq artisti oldu. Mən belə götürürəm. Yəni bunu sadəcə gəldim, mən də oxuyuram. Gəlsinlər, mən də onların yanında səsimi göstərim, amma onlar özlərini sevdirə bildi. Misal Diva məsələ, Aygün Kazımova. O samballı bir müğənnidir. O artıq toya gələndə, o artıq toy, yəni ton şənliyindən söhbət gedir. Orada artıq sular durur. Yəni ondan sonra səhnəyə çıxmaq doğru bir şey deyil deyə düşünürəm. Röyasıdır, nə bilim, başqalarıdır. Mən onu demək istəyirəm ki, yəni xalq artisti olmaq bu artıq xalq seçir onu, xalq sevir. Xalqın sevgisini dövlət də görür. Görür ki, artıq bu sevilir. Dövlət tərəfindən də ona artıq ad verilir. Birinci əməkdar artisti, sonra xalq artisti. Belə algılayıram, düşünürəm. Ümumiyyətlə mən söyləmək istəyirəm ki, tamaşaçının zövqü o zaman formalaşır ki, bizim təqdim etdiyimiz məhsullarla, yəni əsərlərlə, musiqilərlə tamaşaçılar axı biz deyirik ki, kütlə, bilirsiniz, kütlə axı hamısı musiqiçi deyil ki, musiqini elə dərk eləsin. Kütlə düşünür ki, mən bunu oxuyuramsa efirdən, demək bu yaxşıdır. Və nə qədər də ki, çox yayılır, bir o qədər də istər-istəməz çox qulaq asılır. Yəni biz məcburi qulaq asdırırıq. Əgər biz səhnədən yaxud da efirdən biz səviyyəli musiqiləri, yəni bizim özümüzə məxsus olan, kökü bizə məxsus olan Azərbaycan musiqi bilirsiniz ladları var da, muğam ladları var. Onun üstündə bərqərar olan mahnıları təqdim eləsək, o zaman bəli tamaşaçının da zövqü formalaşacaq. Tamaşaçı o musiqilərə qulaq asmayacaq, daha səviyyəli musiqilərə qulaq asacaq. Mən onun əleyhinə deyiləm ki, şou olmasın, yaxud da yenilik bizim, baxın, əlbəttə ki, bəzən görürsünüz ki, bizim xalq mahnılarımız 100 illərdir, əsrlərdir gəlir bizə çatır və bu günləri biz onu yeni aranjmanda deyilir. Yəni, aranjman nədir? Orkestrləşmədir də. Yeni orkestrləşmə vasitəsilə biz onu yenidən təqdim edirik. Nə gözəl. Misal üçün, Maestro Niyazinin Qaragilə xalq mahnısına görürsünüz nə qədər Şövkət xanım Ələkbərova yeni aranjmanda onu necə gözəl oxumuşdu. Yəni yeni dillə və yaxud da mənim ustadım, mənim müəllimim Alim Qasımov nə qədər müasirlik gətirdi, müxtəlif janrlarla muğam janrını birləşdirdi və sevilə-sevilə qulaq asılır. Mən onun əleyhinə deyiləm ki, yenə də deyirəm, yenilik əleyhinə deyiləm. Mən demək istəyirəm ki, musiqilərimiz səviyyəli olsun. Yəni bizə məxsus olan musiqilər olsun. Mənşəyi hardan gəlir biz onu bilmirik. Çox təəssüflər olsun. Məsələn, varmı vaxtımız? Çox gözəl söz bildirdi. Təbii ki, bir mahnı, deyirik ki, köhnə mahnı biz artıq onu yeniləyirik. Əgər adi sizə sual verirəm. Deyirsiniz ki, nə fərqi var? Elə köhnə aranjmanla qulaq as da elə ona. Yeni aranjman olunur. Demək ki, bu dövrə, indiki zamana elə məhz o ritmlər, o pluginlər, o sample'lar, nə bilim və s. və axır. Onlar lazımdır. Biz onu yeniləyirik, bizim gənclər partladırlar. Niyə o mahnılara müraciət edirlər bəs? Niyə yenilər? Gözəl mahnılardır. Bizim gözəl səsli xanım düzgün ifadə edir. Mən onun lehinə danışmıram ki. Yəni demək istəyirəm ki, mahnı o vaxtının o ritmi, musiqisi, o vaxtının janrı, o vaxtının musiqi aranjmanı fərqli idi. O vaxtı xalqa gözəl gedirdi. Biri taksisini sürürdü, orada gözəl bir musiqi. İndi zövqlər dəyişib. Hə, əlbəttə ki, dəyişib. Yəni o vaxtın ritminlə indiki musiqini aranjman etmək olar. Çox bərbad səslənər də, çox bərbad. Mən bunu birbaşa deyirəm. O artıq o qədər yüksək səviyyədə orada bas sistemi qurublar, orada ritmlər qurublar. Onu yeniləyirlər və daha çox izlədir. Daha çox tələb görür. Yəni bunu demək istəyirəm. Başqa sizdən də bir musiqi ala. İnanın. Gəlsin elə yenilənmiş bir mahnım var, elə yenilənmişəm o gəlsin. İnşallah.
Hansıdır? Yansın dünya çok umrumda, dönüp ardıma bakar mıyım? Sonum gelse şifam sende deseler bile seni arar mıyım? Yansın dünya çok umrumda, dönüp ardıma bakar mıyım? Sonum gelse şifam sende deseler bile seni arar mıyım? Aşk haddini bildirir silmez asla, adını bir kenara yazıp da iki vah vah bir tühtü beni hatırla, yediğin her kazıkta şeytana uyanlara ay 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 ay. Aşk haddini bildirir silmez asla, adını bir kenara yazıp da iki vah vah bir tühtü beni hatırla, yediğin her kazıkta. Bir bakışı var acı gözleri kara, bakanı büyülüyor getiriyor cana. Kadehi masalara vuramadım bu defa, dibine vuruyorum ciğerimi yaka yaka. Bir bakışı var acı gözleri kara, bakanı büyülüyor getiriyor cana. Kadehi masalara vuramadım bu defa, dibine vuruyorum ciğerimi yaka yaka. Düştüm yine gece feleğin o masasına, kalbimde kapılarım aralaya aralaya. Gönlümde defterim bembeyazdı ama yer kalmadı seni karalaya karalaya. Düştüm yine gece feleğin o masasına, kalbimde kapılarım aralaya aralaya. Gönlümde defterim bembeyazdı ama yer kalmadı seni karalaya karalaya. Rastgele yaşadık hayatı, durduk gülümsedik, yeni hayaller kurduk. Nefreti görünce açıldı ufkum, anladım saatimiz durmuş. Rastgele yaşadık hayatı, durduk gülümsedik, yeni hayaller kurduk. Nefreti görünce açıldı ufkum, anladım saatimiz durmuş. Bu başqa məsələ. DJ Roşka ilə bunu çıxartdıq hərfəyə. Maşap, Maşap. 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 DJ onların babası. Belə deyək. Atası, Atası, babası. babası. Amma bunların izinləri var bu mahnıların. İcazəli oxumuşam. Yəni. İcazəsiz oxuduğunuz necə var? İcazəsizlər də var. Oxuyacaqsınız burada yoxsa bu gün? Bu qədər icazəsizlər var ki, ya, nə etmək olar? Arada bir Kənara sığırdan kənara çıxmaq olar da. Ertən, sizin ifanız maşallah olsun. Mən bunu demək istəyirdim. Bir sənət adamında belə rəqslər gözəllik qatır. Mahnı da gözəl görsənir. Bizim, necə deyim, sümüyə işləyir belə. Valla hər cür, yəni bizim keçmiş musiqilərimizi mən dinləyirəm, çox sevirəm. Burada fərqli algılanmasın danışıqlarımın hamısının pillə-pillə hamısı beynimdə yaddaşdır. qalır. Orada keçmiş musiqiləri o qədər çox sevirəm ki, amma onları yeniləmək, onları daha fərqli bir qabda təqdim etmək bu gözəl bir şeydir deyə düşünürəm. Yəni o vaxtın uşaqlarla indiki uşaqlar bildimi? O vaxtın uşaqları tərəyağla kartoşka yeyirdilər də, yəni. Amma indikilər simçika yağınla xoşlayırlar. Daha orada deyir tərəyağının iyisi gəlir, biz onu yemirik. Yəni o dövrlə bu dövr biraz fərqli. Bu musiqini də mən sevirəm. Nasıl? Eşitirsinizsə. Gözəl musiqilərdən biridir. Gündəlik telefonda mesaj yazmağı daha çox sevirsiniz, yoxsa ikinizə də ünvan verim? Səs atmağı yoxsa? Səs atmağı. Səs atmağı. Səs atmağı. Siz?
Mən daha çox yazmağı sevirəm. Yazmağı. O smailik deyirlər. Səbrim yetmir sadəcə. Smailiklərdən necə istifadə edirsiniz? Edirəm əlbəttə ki. Durduq yerə atırsınız, güllücük, güllücük. Mən istifadə edirəm. Mən də edirəm, amma indi qarşıdan gələn mesaja ya indi dostlarım da birdən ürək ataram, nə bilim gülücü yataram, amma belə gələndə səs atıram daha rahatçılıq. Daha rahat. Bəs belə bir oyun oynasaq sizinlə, o smailiklərdən bizi göstərsək, hansı mahnının olduğunu tapa bilərsinizmi? Göstər nə, baxaq. Göstərəkmi? Xanım tapacaq da mən ilişə bilərəm. Niyə? Yox, bilmirəm mən də. Amma göstərin, nədən baxaq. söhbət gedir, hələ onu tam olaraq anlamamışam, amma Aha. istəyərdim. Bir Görürsünüz ekranda. iki- Mən sizin üçün daha belə. Deməli, Azərbaycan musiqiləridir, yoxmu? bəli, bəli. Hər biri Azərbaycan musiqisidir. Dodağına Gülüş qonub, hə, gülüşünə Maşallah olsun. vurulmuşam da ürəkdir də yəqin. O, hə, o ürəkdir. 1-0. 1-0. Növbəti. Hə. Bu kimsə danışır. O da Yox, 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 yox. Odur mu? Dedi Dedi. məni ay qız dayan, o dedi yox, 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 yox. Budur mu? o da. O da onda Bəli, bir-birik. bəli, o da. Onda bir-bir. Deməli, Onda bir-birik. tapırsınız maşallah olsun. Növbəti. Növbəti Zəhmət gəlsin. olmasa. Hə. Bu o birinci alovdur. O ürək yandırdı. Oradan da baxa bilərsiniz. Fərdə xanım. Yandırdı Orada da var. qəlbimi Beni aman, aman. ey qaşları kəman. Odur, alov. Bəli, bəli, odur. Bu. İkinci, dördüncü. Ay, Növbəti. ay. Bu ay deyil. Bən nədir? Bəs bizi çaşdırmayın. Bu əslində aydır. Sadəcə olaraq bir simvolikdir. Ay nə vaxt çıxır? Axş, axş. Bizim artıq efir rejissorumuz onu tapdı. Nə idi? Mən bizə deyin, biz bilək görüm düzmü qoyublar ora. Nədir? Bu ikinci nədir? İkinci taksid onu bildik. Birinci nədir? Bir axşam taksidə Taksidə. düşüb payıza bilmədik Ay da amma yox, hayana hayana Ay, axşam gedə. vaxtı. Aha. Növbəti bu. Dünya əl-ələ verək. Bircə dəqiqə nəsə belə bir söhbət. Nədir? İki dünya. Dünya Dünya tapdı. sənin, Dünya dünya mənim. mənim. Dünya odur bu. Odur, bəli. Niyə çəkilirsiniz? Düz Dünya tapırsınız. heç kimin. Aa. Hə. Araz üstə, buz üstə O deyil. tello. Deməli buradakı o smailikləri tək-tək desəz tapacaqsınız. Ay, buz, O buzdur o. buz, dağ, hə. Dağ, hə. Buz oxşuyur orada. Hə, üstü buzdur. Ay dağ. Ay dağ. Ay dağ, ay dağlarda gəzən Hə, o oğlan, var. ay dağlarda gəzən oğlan. Odur bu da orada. Odur. Maşallah. Etiraf Hə, edin. siz yaxşısınız maşallah. Maşallah olsun. Bizdə orada da göstərir o monitorda da. Növbəti varsa zəhmət olmasa. Axşam damcı damla. Bu nədir? Bayaqçı Ay. o ay nə idi? O ay nə idi bayaqçı? Axşam Gecə. gecə. Gecə görənmədik. Ola bilər. Olar. Gecə. Və Gecə bir damcı. yağış yağır. Bax, Gecə. gecə o damladır. Damcı yox. Gecə damcı. O da baş. Gecə damcı. Ayda, bəlkə də 100% bildiyimiz var. Ortadakı biraz sizi çaşdıra bilər. O adam çaşdırır məni. Yox, niyə? Gecələr bulaq başı. Ay, gecələr başı. Olmadı ki. Amma heç Amma bulaq uyğun qoysaydınız gəlmirdi. tapardıq. Damcı Hə, biraz. bulaq olsaydı daha Yəni damcı ilə anlaşılı olardı. bulağın çox fərqi var. Ola bilər. Növbəti, hə. Olmadı ki. Bugün ayın 3-üdür, de gülüm baba hamısını de bugün ayın gülüm. üçüdür de gülüm ana yayla ninay. Odur. Odur. Bəs gül nədir? Nədir? Gülü 3-üdür, de De gülüm. gülüm. De Bu gülüm. deyir axı orada görürsüz ağızdan nəsə var orada. Anladım. Növbəti varsa zəhmət olmasa. Varsa gəlsin tapacam. Hı. O Nə idi o birinci? yox da, yox. Yox. Bu da göstərir. Bu mahnını ifa edən Kimdir? Biraz kömək eləyin. nə kömək edeyim? Yox, məsələ ifaçısını deyin də. Hə. O mahnısı onun vizit kartıdır o mahnı. Vizit kartı hətta. Bəli. Yo, adı nədir? Mahnının adını deyir. Yox. Oxuyan adını deyir. Oxuyan adı. Oxuyan adını desəm tanıl. Yox, bunu mən tapa bilmirəm. Bizim efirdə də qonaq olub keçən dəfə. Hə.
Nay 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 nay. O mahnını dəqiq bilmirəm mən. Olmaz, belə afət. Olmaz belə afət. Bilmirsiniz o mahnı. Yox, mən bilmirəm. Ola bilər. Siz də Olmaz bilmirsiniz. belə afət, olmaz belə qamət. Hər kim ki görür, olur hüsnünə heyran. Nəsə belə bir mahnıdır, səhv eləmirəm. Odur. Bu indi sizcə bayağı mahnıdırmı yoxsa bayağı mahnı Mən deyil? ona qiymət verə bilmərəm. Niyə ki? Aha, siz məni burada sıxışdırdınız, olar mı? Bir sual da mən verim sizə. Növbəti varsa? Yoxdur. Təşəkkür edirəm. Təşəkkür edirik. O suala siz cavab versəz daha yaxşı olar. Hansı suallar? Bayağıdırmı yoxsa yox? Ümumiyyətlə mən söylədim axı ki, sənət illərlə olur. Yəni əgər biz bir mahnıya qulaq asırıqsa bu sənətdir deyə biz onu qiymətləndirə bilmərik. Zaman keçdikcə onun sənət olduğu bilinir. Nə qədər zaman lazımdır? İllərlə lazım. Bir sənətçinin Baxın, sənətkar olmağı görürsüz, ümumiyyətlə sənətkarın, ümumiyyətlə sənət insanının da elə görürsüz bir gündə populyar olmaq olur, tanınmaq olur. Amma sənətkar olmaq olmur. Yaxud da sənətçi belə deyirik də, o sənətin sənətkarı olmaq üçün insan illərini verir. Ondan sonra yəni sən sənət insanı ola bilərsən. Yoxsa ki bir gündə əgər çıxıramsa o bir şansdır deyək. Mahnılar da elə, mahnılar da yəni zamanla ona qulaq asırıq, amma əlbəttə ki onun o ilk bilirsiniz bir mahnının o melodik quruluşu var da. Ona baxanda biz məsəl üçün musiqiçilər onu dinləyəndə bilirik ki, o Azərbaycan musiqisi deyil. Yəni bu sadəcə belə deyək də toplanmış belə Yığılma. Hə, yığılma. Belə o da yenə də söyləyirəm, onlar da bu günləri çoxdur, amma yaxşı musiqilərimiz də var. Bugün bax bayaq mənim oxuduğum musiqi var idi də, nə dedik? Yoruldum. Yoruldum. Bax o Novruz müəllimindir də, Novruz Aslanındır. Belə baxanda Novruz Aslan axı bəstəkar deyil, elə deyil. Yaxud da ki bizim o zamanlarda olub Ələkbər Tağıyev, Əlbaba Məmmədov, bunlar bəstəkar deyirlər. Yəni bunların bəstəkarlıq diplomu yoxdur. Amma görürsünüz necə gözəl mahnılar ortaya qoyublar. Yəni mən onu demək istəyirəm ki, və yaxud da xalq mahnılarımıza qulaq asaq. Xalq mahnılarımız illərin, əsrlərin süzgəcindən keçib günümüzə gəlib. Bəyəm xalq mahnısı deyəndə biz xalq onu yığışıb mahnı bəstələməyib ki, o da xalqın içində olan istedadlı insanlar o mahnıları bəstələyib. Yəni o mahnının bayağı olub olmamağı və yaxud da bizə gəlib bizim olub olmamağı illərin yenə də deyirəm, sınağından keçməlidir. Bəs bugün sizcə bir sənətçinin, belə deyim, məsələn mahnısı, o sizin üçün bir şansı yoxsa sizin öz əməyinizin bəhrəsidir? Çünki indi deyirsiniz sosial şəbəkədir və demək olar ki, hər gün yeni bir mahnı işıq üzü görür. Mən onu əməklə heç bir yəni Şans. görmürəm ki, əlbəttə ki şansdır. İnsanda naxış olmalıdır. Sadəcə o anda mən bu qapıdan çıxanda o insan məni görəsidir. 1 saniyə var arada, 3 saniyə var. Bax budur məsələ. Amma o baxış 19 milyondur səhv eləmirəmsə baxışı var. Mən girdim, elə bir ki İlkin Həsən bəstəkarı, Elçin Məhərrəmov. İkisi də çox hörmətli dostlarımdır. Girdim, mənə dedi ki, sənin əyninə yaraşan bir mahnı var, gör sən də bəyənirsən. Amma məndən qabaq onu o qədər adama qulaq asdırıblar ki, heç biri bəyənmir. Onlar özlərinə yaraşdırmırlar bunu. Mənə qulaq asan kimi dedim, hə bu xoşuma gəldi. Bax o anda mənim şansım harda gətirdi? Onu misal üçün Elvin götürmür o mahnı məndən qabaq. Dünəni o təzə yazılıb, bir 3-4 gün içində hamıya təqdim olunub. Onu ondan qabaq götürən olmayıb. Mən götürdüm, bu da tanındı yəni. Siz nəyə əsasən götürdünüz bu mahnını? Yəni baxdım daha belə əyləncəli. Yəni götürməyənlərin görmədiyi, sizin gördüyünüz nə var ki, o mahnını götürmüsünüz? Var, çünki normalda bağlar belə getdi, güllər, çiçəklər hamısı bax belə, nə bilim dəniz dalğalar və s. və axır. Amma burada məsələm, bu mənim məsələm, qalaram, gedərəm. Yəni burada sadəcə adam öz fikrini deyir, fikrini bildirib amma mahnıya töküb də, yəni. Amma burada artıq nə tək sevginin içində, nə bilim bax belə dərin sözlərdən ifadə etmir. Ancaq burada nədir? Öz fikirlərini bildirib primitiv sözlərlə mahnı sadə. mənim sadə sözlərlə də, yəni çox gündəlik məsələm bu gündəlik işlənilən sözlərdir də. Qalaram, gedərəm, özüm bilərəm. Yəni kimə? Bu mənim məsələm.
başına dönərəm qardaş. Ha, bu sözlər işlənilən, genel olaraq işlənilən sözlərdir. Siz dediniz ki, sadə sözlərdən ibarətdir, değil mi? Sadə sözlərdən. Sadə sözlərdən ibarət olan mahnı bu qədər məşhurlaşıbsa, Aha. demək ki, sadə sözlərin belə deyim də, sadə sözlərdən istifadə etmək daha yaxşıdır. Niyə ki, sadə söz deyil, oynama şıkıdım, şıkıdım, bir oynama şıkıdım deyərək bütün dünyanı sallayan bir Tarkandan söhbət gedir. Bundan primitiv, bundan sadə bir kəlmə ola bilərmi? Oynama şıkıdım, şıkıdım. Neçənci ilin mahnısıdır? Oynama şıkıdım, şıkıdım 2000-ci illərin 2000-ci. əvvəlləri mən elə xatırlayıram. Yəni demək istədiyim odur ki, bu oynama şıkıdım sözünlə məsələ səni gidi fındıq kıran, yılanı dəliyin burada varmı ki dalğalardan süzülən, nə bilim, rüzgar gəldi mənim saçlarıma dəydi. Yoxdur burada belə şeylər. Burada sözlər oynama şıkıdım amma bütün dünyanı tutdu. Demək ki, xalq bunu tələb edir. Xalq nəyi tələb edirsə, onu da etməlisən. Məsələ, bəzi o dünyanın ən böyük restoran şəbəkəsi, adını çəkməyəcəm, dünyanın ən böyük. Onlar bir şey yaradıblar və genəldə hamı deyir ki, o zərərlidir. Amma hamı yeyir. Hamı yeyir. Yahu, mən ona verəcəyim pula 1 kilo dana ət alaram. Yəni onu daha gözəl, daha keyfiyyətli, daha sağlıqlı şəkildə öz ailəmdə təqdim edərəm. Ancaq niyə? Zaman onu artıq tələb edir. Yəni bu şeyləri artıq tələb edir və sən də palaza bürünüb elinə sürünmək məcburiyyətindəsən. Bu mənim öz fikirlərim. Biri var şeir, biri var mahnı mətni. Mahnı mətni tamam başqadır, şeir də hələ o vaxtlar da var idi də. Məsələn, çox şairlər var idi ki, onlar mahnı mətni yazmırdılar. Yəni deyirdilər ki, ümumiyyətlə mahnı mətni biraz yüngül, biraz əyləncəli, biraz xalq dilinə yaxın belə olmalıdır. Amma o müxtəlif şeir janrları var ki, heca vəzni olsun və yaxud da əruz vəzni olsun. Bunlar biraz qəliz olur da, amma mahnı mətnləri biraz daha yüngül, daha insanlara tez çatan olur. Ona görə də, çünki elə olmalıdır ki, o insan yaddaşında qalsın. Bir də mahnıların özünün də xarakteri var. Bilirsiniz, o müğənni ki, mahnının xarakterini tuta bilir, onda o mahnı uğur qazanır. Bir də səs burada önəmli rol oynayır. Çünki hər kəsin öz səsinə uyğun mahnısı olmalıdır. Və səsə uyğun mahnı seçəndə də uğur qazanmaq olur. Primitiv dediyə bax, bayaqlar. Sadə. O tək xariclərə aid deyil ki, bizdə də var da. Məsələ bizim xalq mahnılarımızdan var. Qısa deyim də. Gəlmişəm otağına, oyadım səni, Qaragiləm, oyadam səni. Gəlmişəm otağına, oyadam səni. Bundan sadə söz ola bilərmi? Amma bütün Azərbaycanın qəlbi bu mahnı ilə atır da, belə deyə bilərəm. Sizinlə eyni dövrdə yeni ulduzda olan kim var bu dəqiqə çox parıldayan? Çinarə Məlikzadə. Onun səhv eləmirəmsə bu yaxınlarda konsert proqramı baş tutmuşdu. Hə, Heydər Əliyev sarayında konsert. Bəs Amil sizin üçün nə vaxt olacaq bu layihə? Haçan qərar versəm o vaxt. Nəyi gözləyirsiniz? Çox çətin bir şey deyil ki, orada konsert vermək. Əlbəttə Hətta. ki, hətta. Çətin bir şey deyil. O zalın bir qiyməti var, ödənişini edirsən və biletini satmalısan. Ətrafın genişdirsə, mənim ətrafım məsələn genişdir, 200 nəfərə sataram. Heç bir məsuliyyət hissi də mi yoxdur? Məsuliyyət nə barədə? Məsuliyyət sadəcə o ola bilər ki, o qədər böyük sarayda, yəni o qədər ulu öndərimizin adını daşıyır. Orada o məsuliyyət onunla ola bilər sadəcə. Amma belə orada ödənişlidir. Ödənişini edirsən, dövlət rüsumu var və konsertini keçirə bilərsən. Yəni bax belədir. Sizə də qismət olsun. Biraz sadə, hər şeyə sadə tərəfdən baxmağı sevirəm. Böyüdülməsini yox. Sadəcə oranın çox daha belə ucalarda olan bir şey, oranın adını Heydər Əliyev ulu öndərimiz. Allah ona qəni-qəni rəhmət eləsin. Amin inşallah. Fəridə xanım, sizdən bir ifa alaq. Məmnuniyyətlə.
severler mesken, zəhmət hünər vətən. Severler mesken, zəhmət hünər vətən. Sənə qoşdum nəğməmi, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım. Harda vardır belə dağlar, harda vardır belə vüqar. Harda vardır belə dağlar, harda vardır belə vüqar. Ülfəti dost ilə bağla mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım. Əsirgəməz tövbəsi, min neymətli bəhrəsi. Əsirgəməz tövbəsi, min neymətli bəhrəsi. Dosta açar süfrəsi, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım. Harda vardır belə dağlar, harda vardır belə vüqar. Harda vardır belə dağlar, harda vardır belə vüqar. Ülfəti dost ilə bağlab mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Sür severler maskeni, zəhmət hünər vətəni. Sənə qoşdum sənə qoşdum nəğməmi, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, heydər, Təşəkkür edirəm. Fərdə xanım, bu musiqini nə vaxt lentə aldırmısınız? Bir neçə il olar lent aldırmışıq. İndi bu köhnə aranjmandır yoxsa yeni aranjman? Bu üçlükdür. Tarkaman Qaval üçlüyün müşayiəti elədi. Yoxdur. Olduğu kimidir. Heç bir əlavə olunmayıb. Elə O- necə var o cürdə. O deyil. Bunlar köhnəlmir. Bunlar həmişə yaşayır. Bəli, həmişə yaşayır. O deyirlər səsə bax. Təşəkkür edirəm çox. Onu sizin üçün. Bəs belə deyim də, bu sənətə gəlmək üçün ötən efirlərimizin birində Arzu Mələk qonağımız idi. O dedi ki, mən demək olar ki, həyatımı qurban vermişəm. Başqa ixtisasa yönəlmişdim, ailəmi də qurban vermişəm. Yəni siz nəyə qurban vermisiniz?
bu sənətə gəlmək üçün? Bilirsiniz, mən söylədiyim kimi, mən təsadüfən bu sənətə gəlməmişəm. Uşaq yaşlarımızdan söylədiyim kimi müsabiqə yolu ilə bizi Bakıya gətiriblər və mən Respublika İncəsənət Gimnaziyasında oxudum. Sonra Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdim. Daha sonra isə Azərbaycan Milli Konservatoriyasını bitirdim. Alim müəllimin tələbəsi olmuşam, Alim Qasımovun tələbəsi olmuşam. Amma sənətdə olmaq üçün bilirsiniz, baxır sənəti kim necə təqdim eləyir və o sənətdə necə olur. Mənim aləmimdə mənim üçün sənət Azərbaycan musiqisi, Azərbaycan mahnıları, Azərbaycan muğamı milli kimliyimizin yaşaması deməkdir. Və mən bu missiya üçün düşünürəm ki, doğulmuşam və bu missiyanı da öz çiyinlərimdə daşıyıram. Yəni fərq eləmir. Səhnə olsun, yaxud da yazmaq olsun. Misal üçün, bayaq söhbət elədiniz, mən keçən ildə, iniş ildə, hər 2 il Qərbi Azərbaycandan olan musiqi incilərini topladım və nota saldım. Onu kitab kimi nəşr elətdirdik. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurasında da təsdiq olundu. Və kitab olaraq həm keçən il, həm iniş il o kitablar dərc olundu. Keçən il isə bir aşıq, bizim ustad aşıqlarımız olan Aşıq Fəthullah və Aşıq Salihin ifasında bir dastanımızı köçürtdüm, yazdım və eyni zamanda musiqiləri nota köçürtdüm. Bilirsiniz, mən düşünürəm ki, bununla mən nə etdim? Məsələ odur. Yəni, sadəcə konsert verəcəm deyə deyil. Mən nə etdim? Mən bunu qorumağa çalışdım və gələcək nəsillər üçün də bu bir material olaraq, bu bir sənət əsəri olub, qaldı. Bir mirasdır bu. Yəni, mən belə düşünürəm və qurban verməyə qaldıqda isə bilmirəm, mən heç nəyə qurban verməmişəm. Reklamlardan sonra deyərsiniz inşallah. Buyurun. Əziz tamaşaçılar, Əsl Showda qısa bir reklam fasiləsinə ayrılırıq. Az sonra yenidən burada olacağıq. Reklamlar. Renk katır. Sözün ay kız, doda gülsün, dil oynasın. Ne güzeldir gözün ay kız, bir güneştir üzün ay kız. Tükenmesin sözün ay kız, doda gülsün, dil oynasın. 1, 2, 3, 4. Ay kız sen oynayınca bel oynasın. Al yüzünde, yüzünde tel oynasın. Ay kız sen oynayınca bel oynasın. Al yüzünde, yüzünde tel oynasın.
versin. Bəli. O bir müğənniyə deyirlər Allah səsi və qüvvət versin. Allah Çox sağ ol. enerji bizi almasın. Yox, enerjim yaxşıdır. Maşallah olsun. Enerjim yaxşıdır. Enerji olmasa Enerji olmasa rəqslər də olmaz. Enerji olmadığı yerdə yoxsa deməkdir. Mən istəyirəm ki, biz musiqiyə davam edək. Fərdə xanım, sizdən də bir ifa alaq. Onun gözlerin kurban
Təşəkkürlər. Niyə döndü? Niyə döndü? Bəli, Mahirə xanım Nağılqızıya salam söyləyirəm. Sözlər Mahirə xanımın sözləridir. Gözəl sözlərdir. Hə, yorulmadınız. Necə keçdi? Yox, əla keçir. Yəqin ki Artıq sona doğru yaxınlaşırıq. Sizin üçün necə? Çox maraqlı bir veriliş alındı. Çox təşəkkür edirəm. Ümumiyyətlə son zamanlar doğrudan baxırıq ki, bəzi televiziya verilişləri var ki, ümumiyyətlə necə deyərlər, tərəqqiyə doğru gedir. Çox yaxşıdır və bu sizin verilişləriniz də həmin verilişlərin sırasındadır. Mən sizin Minnətdaram. verilişi çox bəyənirəm və sevərək də izləyirəm. Minnətdaram. Və yaxşı ki də gəlirsiniz, qonaq Təşəkkür gəlirsiniz. edirəm. Mən də hər birinizə təşəkkür edirəm. Gələn ayaqlarınız var olsun. çox sağ olun, təşəkkürlər dəvətiniz İnşallah. üçün. Minnətdaram. Hər birinizə gələcək karyeranızda belə deyim, gələcək həyatınızda mı deyim, uğurlar arzu edirəm. Və yeniliklər. Məsələmin davamından belə qəşəng. 19 gəlirmi? Nə vaxt inşallah? Gəlir, maraqlı bir şey gəlir. İnşallah. Nə vaxt da hazır olur? Nə vaxt onu burada ekskluziv? Deyim təqribən çox az zamanda. Çünki qərarı əsas mən yox, türk firması alıb bu mahnını məndən. Yəni mənim o mahnımı mənlə kontrakt bağlayıb. Ona görə o qərar olarlıqdır deyə tam zaman deyə bilmirəm, vaxt deyə bilmirəm. Siz bir efirdə də demişdiniz ki, klip olmayanda mahnını oxumuram. Yox, deməmişəm elə bir şey. Yəni demişəm. 3 gün 3 gecə idi, yoxsa 3 gecə 3 gün mahnısı idi. Demişdiniz ki, klipi hazır deyil deyə mahnını oxumaq istəmədim. O barədə. Bəli, Əlbəttə ki, bəli. yox, onu təbii ki, mən onu YouTube-a qoymamış, onu oxumaq düz gəlmir axı. Amma belə mahnılar hazırdır. O bəzən olur, mahnılar klipsiz də yayımlanır. Onu şəkil kimi yayımlaya bilərsən, o başqa bir şey. Amma bunu yayımlanmamış, elə bir ki, təqdimatını etməmiş, reklamını başlatmamış, birdən-birə nəsələ hansısa Olmaz. verilişdə oxumaq düz gəlmir. Mən bir daha hər birinizə təşəkkür edirəm gəldiyiniz Biz sizə üçün, əziz təşəkkür tamaşaçılar. Biz bugünlük efirimizi yekunlaşdırırıq. Sabah yenə eyni saatda sizlərin qarşınızda olacaq, fərqli qonaqlarla, amma sonda isə sizdən gözəl bir ifa ilə bugünlük sağ olun. Deli kim sevdim güzel delimi, el verdim yandırıp yaktı elimi. Seçip cümlelerin en güzelini, titreyip söyledim sözümü sana. Sevdirebilmedim özümü sen. Alışıp yanardım köz isteseydim, bir nəğmə olardın söz isteseydim. Alışıp yanardım köz isteseydim, bir nəğmə olardım söz isteseydim. Beni görmek için göz isteseydin, kör kalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sen. Kör kalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sen. Hasreti vusalı koşa sevdirdim, üşüyen eynimi kışa sevdirdim. Yalın ayağımı taşa sevdirdim, tanı da bilmedim izimi sana. Sevdirebilmedim özümü sana. Alışıp yanardım köz isteseydim, bir nəğmə olardım söz isteseydim. Alışıp yanardım köz isteseydim, bir nəğmə olardım söz isteseydim.
Beni görmek için göz isteseydin, kör kalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana, kör kalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. More fire, more fire, more fire, more fire. One, two, jump boy, killer. Alışıp yanardın köz isteseydin, bir nəğmə olardın söz isteseydin. Alışıp yanardın köz isteseydin, bir nəğmə olardın söz isteseydin. Beni görmek için göz isteseydin, kör kalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana, kör kalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana.